Sizcə daha vacib nədir? Qadın evdar olsun, yoxsa hər ikisi işləsin? Məncə hər ikisi işləsə yaxşıdır. Həm bu dəqiqə zamanəyə də uyğundur, həm də hər iki insan işləyəndə, necə deyərlər, büdcə də eyni olursa, bu daha çox köməkdir. Hər barədə yaxşıdır. Yəni artıq varsa özünə, necə deyərlər, büdcə yığır, bu da hər zaman lazım olur. Həm də ki, qadın işləməyi gözəl bir şeydir. Dünya görüşü də artır. Hər şey üçün yaxşıdır. Sonra da ki, söz-söhbətlərə vaxt olmur. O yorğun gəlir. İki insan yorğun gəlir, əlavə otururlar evdə, yeyirlər, içirlər, yəni söhbətləşirlər. Səhər işə gedirsən, mütləq şəkildə yatmalısan. Yəni orada söz-söhbətə vaxt olmur. Ona görə hər şey görəkləşirəm ki, hər iki tərəf işləsə daha yaxşıdır. Sizcə qadın işləyirsə, onda kişi üçün normaldır, yəni kişi də ev işlərinə baxsın, yemək bişirsin, qablar yusun, Mümkün deyil. Yəni hər kişilər biraz onların psixologiyasında çox baxır. Bu qadın eləyər falan. Amma əgər mümkün qədər, bacarığı qədər olursa, demək yardım eləsə, həm çox maraqlı bir işə, həm də ki, yoldaşlar görürlər. Yaxşı bir şeydir əgər eləsə. Amma eləməsə də neyniyək? Bir də özünüzü varlı hiss etmək üçün nə qədər pul qazanmalısınız? Qazanmalı sızla qazana bilərsən, bu başqa bir şeylərdir. Qazanmalısınız. O qədər bu dəqiqə hər şey biraz maddi, yəni imkanlar çoxdur da, yəni hər şey istəyirsən. O var, bu da olsun. Məsələn üçün, hər yer səyahətlər istəyirsən, gözəl bir evlər istəyirsən, gözəl yerlərə getmək üçün büdcədən asılıdır. Belə baxanda bir dolanmaq üçün 5.000 də olsa, insanlar bir də görsə az gələ bilər. Amma insan da var ki, 700-600 ilə bunu sıxışdırır bir yerə. İstəməyim əlbəttə ki, ən az 2000 istəyərdim ki, ayda olsun. Həm mən heyvan sevərəm. İstəyərəm ki, mənim büdcəmdən heyvanlara da, heç olmasa bir 40% heyvanlara da sərf edərdim. Düzdür, mən bacardığım qədər edirəm. Heyvanlarını yemləyirəm. Özümdə də çox heyvan var. Öz gücümlə da baxaram. Əgər imkanım olsa daha gözəl baxardım və sığınacaqlar açardım. Sığınacaqlara yardım edərdim. O şey oldu. Var çox azdır. Amma ki, belə mənim imkanım fikirləşirəm ki, 700-800 belə qazanmaq olur. Amma istəklərim 2000-i keçir. O da ki, yəni Allah nə edir, yetkisə olur.